Salam əziz abituriyentlər, bugün sizə Dövlət İmtahan Mərkəzində imtahan vermək üçün şəxsi kabinetimizin hesabını necə artıra bilərik mövzusunda bir video hazırlayıram. Buradan bir neçə üsuldan istifadə etmək olar. İlk olaraq bank kartları vasitəsilə ödəniş üsullarını sizə izah edəcəm. Daha sonra isə ödəniş terminallarından istifadə edərək ödənişi necə edə bilərik onları izah edəcəm. Keçək izaha. Bank kartları vasitəsilə ödəniş etmək üçün əvvəlcə karta daxil olub ödənişləri seçirik. Daha sonra təhsil ödənişləri seçiləcək. Təhsili seçdik. Təhsilin içərisindən Dövlət İmtahan Mərkəzini tapırıq. Burada FIN kodumuzu və yaxud da ki, şəxsi kabinet nömrəmizi daxil edərək ödəniş edə bilərik. Mən FIN kodu seçirəm. Davam et bassam, burada görəcəm ki, ad, soyad, ata adım görünür. Məbləği daxil edib ödəniş etsəm, həmin məbləğ şəxsi kabinetimin hesabına köçəcək. Ödəniş terminalına yaxınlaşırıq. Buradan təhsil xidmətləri və təhsil ödənişləri seçilir. Daha sonra Dövlət İmtahan Mərkəzi seçirik. Burada FIN kod ilə seçirik. FIN kodumuzu daxil etsək, məsələn, FIN kodumu daxil edirəm. Adım çıxacaq. Artıq ödənişi daxil edib irəli baxsam, kabinetə ödəniş ödənilmiş olacaq.